18 yaş adı var. 8 yaş. Necə danışım deyə? Hansı Hə. Kaydı da başlatdıq. Görüşən qoşulan olsa şey yer. Deməli, dedik API dizayn prinsipləri, versiyalanma, versiya yoxdur, URL versiyalanma, query versiyalanma, header versiyalanma, media type versiyalanma. Dəqiqə, çox üzr istəyirəm. Başdan başlayaq. Mən buraları keçməmişdim. Hə, bu. Hər səfər burada qalmışdı. Kaydımız gedir. Hə, gedir. Deməli, belə. Dedik ki, dizayn etmə mərhələsi. Getdik, dəqiqləşdirdik requirementləri, tələbləri dəqiqləşdirdik, lazım olanları bizə çıxartdıq. Sonda qərara gəldik ki, API dizayn eləmək lazımdır. API dizaynı neçə mərhələdən ibarətdir? Filtering data, pagination, sorting data, versioning. Yəni versiyalaşma. Gəlin detallı baxaq buna. Filtrləşdirmək üçün datanın nə lazımdır? Deməli, tipi, detalları, məsəl üçün ayın tarixi və ya kim tərəfindən olması. Görürsünüz, bu filtrlənmədir. Yəni siz filtr verəcəksiniz, ona əsasən data çıxacaq. O necə qəbul edeyim? Salam Nərmin xanım. Salam, necəsiz Nərmin xanım? Yaxşısınız, necəsiz? Aça bilsəz ekranı açın, aça bilməsəz, amma mən sizə inanıram ki, siz qulaq asırsınız. Bir dəqiqə, görüm kameramı aça bilirəm. Heç notu qalma kamerasını açmamışım. Görün, mənə görürsünüz. Bilirəm, mən kuxnada qoyuram. Ver mənə. Onu mütləq çıxardaq. Çıxardacam. Get çıxarsan. Bir saat var. Sən hədiyyən məndə qalıb, Mən rəqəmətdən məzuniyyətdəyim. Açan bilsən görüşək. Sən remote işləmirsən. Nə həyatda, bu nə işizində? Çay, kofe, götür içində. Heç narahat olmuyor, get. Otur burada danışaraq. Nərmin xanım, məni gördünüz, kameramı görsədik. Gördüm mən sizi. Necəsiz? Sağ olasın, necəsiz? Necə gedir işləriniz? Bildiyiniz kimi də, hələ ki istirahətə yox, birinci günə başlayıram inşallah. İnşallah. Neynəm siz oxumusunuz dərsləri? Hə, indi bu məzuniyyətə çıxacam axı 2 həftədə. Bunda bağda qalacam, orada bol vaxtım olacaq da. Üstündən keçəcəm inşallah orada da. Dedik ki, hər şeyi dəqiqləşdirdik, tələbləri, bildik ki, bizə nə lazımdır, dizayn eləyirik API-ları. Bizə burada nə lazımdır? Filtrlənmiş data, yəni datanı filtrləmək, pagination, səhifələmək, sorting data, versioning. Yəni bu dizaynın bir növüdür. Filter data nə deməkdir? Yadınızdadır, keçən dərs dedik ki, binaza giririk, filtrdən seçirik. O filtrdəki datalar hamısı bazada yazılır da. Mən o filtrdən, bu Excel-dən bir nümunədir. Mən buradan nə edirəm? Filtr yazıram, ancaq laptop seçirəm, qarşısında filtrlənir. Ancaq proyektor seçirəm, qarşısında filtrlənir. API datanın filtrlənməsi budur. Request olaraq göndərirəm, tutalım ki, BMW X5 mənə gətirir X5-ləri. Yəni bu data filtrlənmiş şəkildə sorğulandı. Məsəl üçün, baxın, burada biz keçmişdik də query parametr və digər parametrlər header-ı. Query params da, məsələn, sual işarəsindən sonra bizim filtering datamız gəlir. Country, məsələn, Vietnam, status delivered. Sual işarəsindən sonra filtrlənmiş datam gəldi mənim. Görürsünüz, add filter. Burada filtr əlavə etmək üçün bunu icra edirik. Burada bizim filtrimiz yanılır. Hansı ki, API-lar dizayn eləyəndə. Daxil olduq. Görürsünüz,
göstərir burada. Bu bir dokumentasiyadır. Building filter dashboard without opening it, dynamically populating pre-filtered dashboard links. Deyir ki, dashboard linklərini filtrlənməyi burada təmin edirik. Dashboardun URL-idir, userin e-mailidir. Görürsünüz, bax, video ilə də göstərir. Görürsünüz, baxın Orxan bəy. Telefon qoyun qırağa. Created ad, gender, name. Bunlar hamısı filtr nümunələridir. Görürsünüz, bastı üstündən çıxdı. Və filtri edit eləyə bilir ki, hansılar qoysun, hansılar qoymasın filtrə. Sualdan sonra yazdı. Özü də yaza bilər filtri. Və göstərir ki, hansı datalar filtrlənir. Bura baxaq. Filter name'dir, filter label'dır, digər məsələlərdir. Görürsünüz, göstərir. Filter stringdir, boolean dəyər, true, false, yəni URL country Vietnam example verib. String boolean query is case sensitive, məsəl üçün operator is'dir. Sonra number equal to bunlara example'lar verir. Date, time bunlar ola bilər. Bu da bizim o dediyimiz filtrar var. Hamısını analiz edib ki, nə ola bilər. Bu da Postman'dır. Yazıb URL'i, JSON-ı yazıb, send eləyib, alıb cavabını. Postman'da da belə bir işi həyata keçirdib. Daha sonra example'lara baxaq. Bütün əməliyyatları qaytarır. Get V1 transactions. Yalnız uğurluları qaytar. Get V1 transactions status completed. Verilmiş tarix aralığındakı əməliyyatları necə qaytarmaq olar? Biz bura yazırıq date from, date to. Məsəl üçün. Və bu da görürsünüz. Burada yine yazacağıq sual işarəsindən. Date to bərabərdir 22.01 məsəl üçün 2025. Date from bərabərdir filan şey. Və burada necə yazılıbsa elə. Bu hissədə. Sual işarəsindən sonra qoyuruq filtrlərimizi. Nə istəsə tarix, uğurlu, uğursuz, əməliyyatın sayı və s. hamısı filtr datasıdır. Pagination API data. Bu nədir? Baxırıq. Pagination, limit, offset, count, total. Nədir bu? Səhifə yerləşmir. Məsəl üçün 50 dənə data gəlir. Biz onu pagination edirik. Göstəririk ki, birincidə bu data gəlsin. İkinci səhifədə böl də, yəni bərabər böl. Görürsünüz, limit 50, offset 50, count 50, total 2141 datanı 50-50 böl. Pagination yazıb bura. Yəni bunu görəndə sizə qəribə gəlməsin. Sadəcə olaraq frontda göstərilən datanın formatını verib ki, pagination-dan elə. Get sorğusu nəticəsinə uyğun olan çox data olarsa API necə dizayn edilməlidir? Pagination-dan. Pagination böləcək. Yəni baxın, 50 dənə datanı belə bölüb göstərəcək. Çünki niyə? Bu səhifə görürsünüz limitlidir də 2141 dənə şeyi göstərə bilməz. Düzdürmü? Pagination datanı vaxtına görə qaytara bilər. Page'in nömrəsi bayaq dediyim 1, 2, 3, 4 necə ki bina azda var. Məsəl üçün göstərim bir dənə bina az. Nöqtə az. Axtar. Nə bilim. Hanı bunun pagination? Çox gəldi. Qiymət maksimum 45.000. Burada bir dənə çıxdı. 100.000. Hə. Düşdüm. Bu da pagination olmalıdır. Niyə yoxdur? Deməli, açılımı qoyulmuyor. Yəqin pagination üzrə qoymayıb. Belə olmalı deyil idi. Bir dənə baxım şeyə. Turbo azda. Hə. Turboda var. Məsəl üçün avtobus. Niyə yazıb? Elə maşın seçdiniz ki. Avtokran. O da yeni olur da. Satış yazılır. Avantajat seçsən belə şeylər. Sıfırla. Hyundai. Elantra. Hyundai. Hyundai. Hammer. Huyu.
Hamlet az var ama. 14 dənə. Hə, azdır. Hyundai. Bu, o. Hə. Hə, bax bu pagination'dır. Bölüb səhifəni, çünki data çoxdur. Hardadır mənim prezentasiyam? Hə. Also use limit and offset. Limitlər və offsetlərlə. Yəni limit nəyə qədər göstərsin səhifədə? Yəni neçə bölüm? 10 deyir. Pagination example-lar. Məsələn, xeyli sayda əməliyyatlar qaytarır. Deyək ki, bizim bu olsun kapitaldan çıxartdığımız pullar, xərclədiyimiz, istifadə etdiyimiz pullar. Deyək ki, sıralamadakı 58-ci əməliyyatı necə əldə edə bilərik? Məsələn, yazacağıq page 1, page size 58. Və bununla da bu oldu bizim pagination. Birdən 58-ə verir, yoxsa? Birinci səhifədəki 58-ci element, məsəl üçün. İkinci səhifədə başdan başlayırdı. İkinci səhifə üçün də 1, 2, 3, 4 də belədir. Birinci səhifə üçün də 1, 2, 3, 4-dür. İkinci səhifə üçün də 1, 2, 3, 4-dür. Və belə. Limitlər və offsetlər nədir? Get məsəl üçün national ID number limit 5, offset 10. Görürsünüz, offsetlər bizim sətirlərimizdir. Bura qədərdir. Fetch next 5 rows buradadır. Məsələn, demişik ki, limiti 5 dənə qoy, offsetin 10 olsun. Yəni 10 dənə göstər, 5-ini o bir səhifəyə keçirt. Bu deməkdir bu. Məsəl üçün, yenə də xeyli bu 2 dəfə düşüb. Total item number. Strongly recommended include total item number in the response. Yəni, bax, bu nədir? Görürsünüz, Hyundai almaq yazıb 4287 elan. Bu 4287-ni götürüb burada bölüb yazıb. Neçə dənə səhifəyə bölüb və limit qoyub ki, hər birinci səhifədə tam 10 dənə şey göstər. Görürsünüz, burada filtrdə qoyub. Bu da API-dir. Filtrlənmiş dizaynı olan API-dir. Paging example with count. Həmin o example-lardır, count-la olan. Yəni, total pages 10-dur, result'ı da altına yazırıq. Yəni, 10 səhifədən ibarət olacaq, 10 dənə pagination olacaq da, yəni 10 dənə dilimlənmiş olacaq, belə deyim, bölünmüş. Və hərəsində tutalım ki, 25 dənə data olacaq. Bax, budur. Total item number with limit and offset. Məlumatların nə qədər olduğunu əvvəldən təyin edə bilmək üçün istifadə edilir. Əldə edilmiş eyni məlumatları yenidən sorğulamamaq üçün istifadə edilir. Nə deməkdir bu? Pagination açılanda biz dəqiqədə ikinci səhifəyə keçəndə front back-ə sorğu göndərmirik. Birdən elə bilərsiniz ki, mən bura 2 basanda göndərir. Mən artıq Turbo Az'a bu request-i göndərəndə Turbo Az mənə 4287-nin hamısını verib zaten. Sadəcə yazıb ki, pagination-dan göstər, 50-50 göstər, 1-1. Kişi deyir, 1-1. Bunu 1-1 göstər. Amma mən bir dəfə sorğulayanda hamısı gəlib mənə datamın. Görürsünüz, pagination, limit, offset, count, total göstərir. Total 2141 data var. 50-50 göstər bunu. Amma hamısını da aşağıda yazıb. Yenidən mən sorğulamıram. Bir dəfə sorğuladım, bir dəfə cavab gəldi, onu böldüm. Deməli, bax, burada da yenə pagination nümunəsidir. Limit 50, offset görürsünüz nə qədər data var burada. Hamısının bir-bir nə olmağı yazılır. Melbourne, Australia, Brisbane, hamısı göstərilib burada. Bu indi Trello'nun şeysidir, API-dir, flightlar, uçuşların. Bir dəfə vurur, sorğuluyur, gətirir bizə datanı. Baxaq, may include navigation between page. Deməli, biz səhifələrin arasında naviqasiya əlavə eləyə bilərik. Yəni, next page, previous və next. Və bunlar onlardır. Yəni, naviqasiya, yəni ki, arxaya gedim, qabağa gəlim. Biz bir dəfə yenə sorğuluyuruq, bir dəfə cavab gəlir. Previous page, next page parametrlərini qoyuruq ki, bilsin ki, bu button olacaq burada.
Sorting data, sorting API data. Baxaq, neyimi görürsüz sort eləyib bunu. Yəni necə deyim, sərgiyə salıb da, belə deyim. Pass sorting as a query string within the URL. Demişdik ki, bizim URL-imiz ibarətdir query param və digər parametrlərdən. Query paramda biz sorğuluyurduq, düşünün ki, bir script kimi, yəni query paramda select eləyirdik. İndi biz pass sorting eləyəcəyik. Neyimlər, adları tam select kombinləyəcəyik, neyimi seçəcəyik. Xeyli sayda əməliyyatlar qaytarır, tarix üzrə sıralayır. Mobil tətbiqin tarixçə bölməsində hansı pointdən, endpointdən istifadə eləyərdiniz? Bayaq cavabı dedim. Bir də deyin Nərmin xanım sualı. Mobil tətbiqin tarixçə bölməsində, məsələn, bir bankdır, Leodur, Paşadır, ABB-dir, hansı bölmədən, yəni nədən istifadə eləyərdiniz? Bilirsiniz ki, yəni o boyda ödəniş eləyirik də. Necə? Burada nədən istifadə eləyərdik? Nə? Axtar bölmə. Sorğulamağa görə deyirsiniz də, nəyi axtarmaq istədik, onu deyirsiniz Nərmin xanım. Hə, bayaq mən dedim amma bu cavabı. Çox qulaqsınız mənə. Olsun. Burada məsələn bir bankda bizdə vardır. Çünki uzundur da, data çox gəlir, onu bölüb göstərir, tarix üzrə göstərir. Filteringlə göstərir. Düz demirəmmi? Mən elə bilirəm, siz deyirsiniz ki, mən düz başa düşdüm, datanı necə axtarıram da, düz deyil. Yox, necə şəkildə dizayn eləyərdim? Biz indi dizaynla danışırıq. Hə, başa düşdüm. Bizdə məsələn bir bankda pagination var ki, Nərmin xanım. Orada sortingdir uje. Hə, mən pagination burada baxdım, başa düşmədim deyə. Sorting, tarixlə, görürsünüz tarixlə sorğuluyur, tarixə aralığı verir, düzdürmü? Hə, tarix aralığı ilə bizə verir. Bizə mən pagination eləyərdim. Baxın, indi yanaşma fərqi var da onun. Görürsünüz, burada göstərir. Sort dated, orada ask disk, yəni azalana görə, çoxalana görə. Azdan çoxa, çoxdan aza doğru. Query paranı yazıb. Orxan bəy. Sorting recommendation. Deyir ki, sortingi həmişə datanın və yaxud sifarişin ascending, descending, yəni ask disk azalana və çoxalana doğru sırala. Yəni bizə burada məsləhət verir. Versiyalanma nədir? Niyə versiyalanmaya ehtiyac duyuruq? Versiyalanma biz bir API-ı, tam bir API işlədirik, bir neçə filtr silirik, əlavə edirik. Tutaq ki də əvvəl seriya və AZ-ni ayrı-ayrı göndərirdik. Məsəl üçün, insanın məlumatlarını sorğulamasına misal çəkirəm bu. İndi tutalım ki, deyirik ki, seriya və number bir fielddə gəlsin. Neyinirik? Köhnə API silirik? Yox. Versiyalayırıq. Deyirik, bu verimiz idi. Digər isə V2-miz idi. Yəni, heç vaxt developerlər silmirlər də nəyisə. Sadəcə versiyalayırlar. Köhnə versiyadan çıxırlar, təzə versiyaya doğru gedirlər. Versiyalar no versioning, URL versioning, query versioning, header versioning, media type versioning kimi hissələrə bölünür. No versioning example verək, yəni versiyalanma yoxdur. Existing API, change API, yəni eyni şeyə dəyişdiriblər. Eyni URL-dir, hər şey eyni, sadəcə bir dənə tutaq ki, request dəyişib. Request-ə bir parametr əlavə edib. Bu, versiyalanma yoxdur. No versioning nədir? Çatışmazlıqlar nədir? Mövcud API-ları birbaşa dəyişməli oluruq. Dəyişiklik zamanı ciddi problemlər olar. Köhnə yoxdur, axı köhnəni CD tulladıq məsəl üçün. Versiyalanma olmadı da, elə hər şey eyni şeyin üstündə oldu. Dəyişiklikləri izləmək olmur. Yəni biz bilmirik ki, köhnədən yeniyə necə dəyişdi, nəyə miqrasiya oldu. Yalnız private API-lar üçün uyğun variantdır, yəni daxildə işlənilən API-lar üçün uyğun variantdır. Əlavə development tələb edilmir, yalnız lazımi məlumatlar əlavə edilir. Kiçik komandalar və layihələr üçün əlverişlidir. Bax belə. URL versiyalanma. Add the version as part of URL. Ən çox istifadə edilən versiyalanma növüdür. URL versiyalanması.
Bu nədir? Baxın, görürsünüz, bax, ən ideal versiyalanma budur. Get, drop V1 transactions, change dəyişdirilir. Get V2 transactions, buna dəyişdiririk. Yəni, mövcuddan keçirik dəyişilmişə. Gördüyünüz kimi V1, V2 deyə versiyaladıq bunu. Çatışmazlığı nədir? Responsda URL linking verilən zaman onu idarə etmək çətin olur. Üstünlüyü nədir? Mövcud versiya dəyişmir, istifadəsi rahatdır, istifadəsi çox aydındır, dəyişikliklər izləmək olur, sadə API-lar üçün ən yaxşı variantdır. Yəni, URL versiyalanma həmişə best practice-dir. Yəni, ən gözəl versiyalanma növü URL versiyalanmadır. Üzr istəyirəm. Query versiyalanma. Versiyanın əd eləyirik query string kimi. Baxın, görürsünüz, sualdan sonraya qoyuruq. Biri var endpoint-ə əlavə edirik, biri var sualdan sonraya qoyuruq. Bu da bir versiyalanma növüdür. Görürsünüz, dəyişdirdik, versiya 1, versiya 2 sualdan sonraya qoyuldu. Query string versiyanın çatışmazlığı və üstünlüyü nədir? Client query parametrini göndərməyi unutmamalıdır. Response-da URL linkin verilən zaman onu idarə etmək çətin olur. Üstünlüyü nədir? URL strukturu eyni qalır, mövcud versiya dəyişmir. Header versioning, add the version as customer header, yəni header-ə əlavə etmək. Header nə idi? Bizim verdiyimiz XAPI key idi də, düzdürmü? Get /transactions, XAPI versiya 2, get transactions bu. Yəni, biz burada göndəririk header-da, o parametr dəyişir. Header nə idi? Bir dənə yadınıza salın, Postman. Siz yaxşı görürsünüz. İşığı bəlkə söndürək. Nə fərqi yoxdur? Söndürək. Hə, belə daha yaxşıdır. Yaxşıdır. Amma mən fərqi yoxdur. Deməli, belə oradaydı mən. Trello servisindəydi. Məsəl üçün. Environment. Belə yox işte. Trello. Və buradadır key, X API key. Nə bilim, nə versiya alırsa da value'su. XAPI key buradaydı. Yəni authorization lazım deyil, header-a yazıram hər şeyi. Gördüyünüz kimi belə. Header versiyalanmanın çatışmazlıqları nədir? Client header parametrini göndərməyi unutmamalıdır. Response-da URL linking verilən zaman onu idarə etmək çətin olur. URL strukturu eyni qalır, mövcud versiya dəyişmir, versiyalanma məntiqinin API-dən ayıra bilirik. Client təcrübəli olarsa, bunu işlətmək yaxşı variant hesab edilir. Üstünlüyü budur. Media type versioning. Include the version along with the media type header. Yəni, media type-ı header-ə əlavə etmək. Media type nədir? Content type görürsünüz, application v1 plus JSON, get transaction resource header-ında bunu göndəririk. Header-da da content type application drop v2 plus JSON, get transactions amount, merchant name, RRN və s. Görürsünüz, request dəyişirilib burada. Media type versiyalanmanın çatışmazlığı və üstünlüyü nədir? Client header parametrini göndərməyi unutmamalıdır. Response-da URL linking verilən zaman onu idarə etmək çətin olur. Digər versiyalar isə müqayisədə daha mürəkkəbdir. Üstünlüyü nədir? URL strukturu eyni qalır, mövcud versiya dəyişmir, versiyalanma məntiqini API-dən ayıra bilirik. Client təcrübəli olarsa, bunu işlətmək yaxşı variant hesab edilir. Hansı versiyalanmanın işlətmək üçün yanaşmaq olar? Yenə bayaq dediyimiz kimi versiyalanma yoxdur. URL versiyalanmadır, query versiyalanmadır, header versiyalanmadır, media type versiyalanmadır. Tələblərə əsasən təyin etməliyik. Biz bunu client təcrübəsini nəzərə almaq, tövsiyə edilən isə URL versiyalanmadır. Baxın, URL versiyalanması idi. Endpoint/v1, v2 və s. yazılan bir versiyalanma.
OAuth example. Browser vasitəsilə veb səhifəyə daxil olduqda istifadəçilər düymələrdən, keçidlərdən istifadə edərək digər səhifələrə keçirlər. Ənənəvi API cavablarında klientin serverlə əlaqə qurmasına imkan verən belə funksiyonallıq yoxdur. OAuth bunu həll etmək üçün bir yol kimi çıxış edərək həm də müvafiq hərəkətləri təyin etməyə imkan verir. Employees, Employee 345 məsəl üçün salary, statusu, increase salary, decrease salary, layoff. Görürsünüz, burada hamısı göstərilib. Təşkilat daxilində işçilərin əmək haqqının təfərrüatlarını əldə etmək lazımdır. Bunun üçün aşağıdakı sorğunu göndərə bilərik. Məsələn, get payroll employee eləyirik. Server tələb olunan məlumatlar JSON formatında göndərəcəkdir. Əlavə olaraq cavabda client interfeysdəki növbəti addımlar nə ola bilərsə, onun üzrə hypermedia linkləri göndərəcək. Görürsünüz, burada göstərib hamısını. Güman edək ki, biz həmin işçini işdən çıxardıq. Bundan sonra həmin işçi üzrə məlumatı əldə edirik. Görürsünüz, çıxartmışıq da deyək ki, bunu. Bu halda yalnız cari vəziyyətə uyğun olaraq dinamik server tərəfindən dəyişir. Belə ki, bu işçi üçün yeganə funksiyonal işə başlamaq olur. Yəni artıq maaşı bizim üçün gəlmir. Start bu tarixi gəlir. Görürsünüz, buradakı kimi. Open Bankingdə necədir? Gəlin baxaq. Görürsünüz, Open Bankingdə data verilib, create date verilir, status update time verilib, expiration, self. Görürsünüz, burada linkləri qeyd edilib hamısının. HTOAS Banking example-ında. Need for HTOAS. Ənənəvi non-HTOAS əsaslı API sistemlərində client tərəfdə API endpointları hardcode olaraq yazılmalı idi. Bu endpointlərdə olan istənilən dəyişiklik client tərəfində də nəzərə alınmalıdır. HTOAS ilə URL-ləri hardcode kod formada nəzərə almağa ehtiyac olmur. Çünki URL-lər server tərəfindən generasiya edilib göndərilir. Server tərəfi bu zaman URL-lərin aktual olmasını və bütün proseslərin əks etdirməsini təmin etməlidir. Bu səbəbdən də HTOAS yazır ki, günümüzdən çox az istifadə edilir. Yəni demək olar ki, istifadə edilmir. Gəlin baxaq HTTP və SSL-ə, yəni browserə. Data HTTP plain text kimi göndəririk. Username, password-lə qaytarırıq. Biz SSL-lə, yəni single sign login data send across HTTP is encrypted-lə göndərir və enkriptləşdirilmiş belədir. Biz bu encrypted datanı turboazda və s. mən göstərəndə görmüşük bunu. Ki, necə encrypted olunur. O istəmir çünki datanın bölüşülməsini. Biz bununla da API dizayn prinsiplərində keçdik. Bu 4.88 dərsimizi keçdik. Artıq API-ları yekunlaşdırdıq. Biz artıq test imtahanı verməliyik. Onunla 6-cı gün dərsə gəlin. Test imtahanını verək. Ondan sonra baxım, yoxlayım, tapşırıqları verməmisiniz mənə təhvil, onları da verin. Ümumən hansı ki, postmanda işlərdir, digər məsələlərdir, tapşırıqlardır. Mən hamısını yazmışam, hansı lessonda tapşırıq var. Gözlüyün kaydı durdurum. Danışarıq onu.